Yox, yox, uzanıram. Mən həmişə dayıya kömək eləmişəm, həmişə. İmnoy dünən o gəldi mənə yaxınlaşdı ki, deyir Sabina dur mənə kömək elə. Deyirəm ki, mən ildə bir dəfə gəlirəm, burada zaqar eləyirəm. Qoy mən zaqarımı eləyim də. Deyir yox, sən mənə heç vaxt kömək eləmirsən. Bu heç vaxt sözü mənim xətrimə dəydi. Nəyə görə o deməlidir ki, sən heç vaxt mənə kömək eləmirsən. Siz görmüsünüz ki, ona kömək eləməyim. Mən həmişə ona kömək eləmirəm. O deyir ki, yox, həmişə yox. Prosta mən ona dedim ki, o yanımdaydı, ona görə səni çağırıram. Deyirəm ki, Nailə, amma demək lazım deyil ki, mən sənə heç vaxt kömək eləmirəm. O söz xətrimə dəydi. Deyir, sən mənə heç vaxt kömək eləmirsən. Dur mənə kömək elə. Deyirəm ki, burada qızlar var da. Beli zadə ağrıyır. Bilirəm, sizə digərdir. Biz bilirsən, o bizi görmədi. Mən o tərəfdəydim, şey yığırdım, odun. Qızlar isə, bilməm, qızlar nə edirdi, axır nəsə eləyirdilər burada. Bir dənə sən uzanmışdın orada. Mən heç kimə danışmaq istəməm, prosta onun sözü mənim xətrimə dəydi. Nəyə görə o deyir ki mənə ki, sən mənə heç vaxt kömək eləməmisən. Mən həmişə ona kömək eləmişəm. Qabla götürmüşdüm, ona kömək də eləyirdim. Bunu da eləyirdim, onu da eləyirdim. Amma mənə gəlib qayıdır deyir ki, sən mənə heç vaxt kömək eləməmisən. Amma siz çalışın daha belə şeylər olmasın. Yox, olmaq istəmirəm. Mən istəmirəm ki, biz dalaşaq. Axırda söylədi, nə yemək istəyirsən? Makaron. Heç olmasa birdən o söhbətlər çatsa o birisi komanda deyəcəklər ki, hə bunlarda da başladı da. Ona görə də gələ bilərsiniz. Biz həmişə mehribanıq.